Ayxana uğurlar arzulayıram. Belə də asan oyun olmadı bizim üçün. Sadəcə biraz istərdim daha dinamik oyun geçsin. Olsun alınmırdı. Çünki həm rəqibin oyun üslubu biraz belə idi. Meydanda yerləşməyə tam imkan yaradılmırdı, belə deyək ki. Yəni, onların çox tez əks hücumlara keçirdilər. Top itkisi olanda bunu istədiyimiz kimi oyuna başlaya bilmirdik. Və digər tərəfdən biraz yaxşı oynadı. Şamaxı yaxşı mübarizə apardılar. Ümumiyyətcə, yəni məşqçinin əl işi hiss olunur. Ümumiyyətcə, nə istəyirlər meydanda tam yerinə yetirirdilər. Yaxşı mübariz komanda idi. Amma sadəcə biraz bizə belə oyunlarda belə də asan olmur. Niyə? Çünki həddindən artıq oyun çox dayanırdı. Həddindən artıq. Biraz düzün desəm, neçə dəfələrlə bunu demək istəmişəm. Oyunun belə çox dayanması ola bilər Azərbaycan çempionatında kiməsə xeyri olur, kiməsə faydası olur. Bunu sırf bugünkü oyun üçün demək istəmirəm və sadəcə çox istərdim ki, bizim oyunlara ümumiyyətcə biraz kimlə oynamamızdan asılı olmayaraq biraz daha fərqli yanaşsınlar hakimlər, daha diqqətli, daha ciddi olsunlar. Belə oyunu uduzaq eybi yox. Çünki biz biraz əgər bugün Avropada oynayırıqsa, digər belə oyunlarda Avropa oyunlarından sonra daha çox oynamayan oyunculara görsən şans verirəm, daha çox onları rotasiya eləyirəm. Onların da bu dinamikaya, bu sırada uyğunlaşması mənim üçün, komanda üçün çox vacibdir. Və bu qədər vaxt keçirmək görə hakimlərin 5 dəfə girdilər meydana. Hər an ki, yıxılır elə həkimlər gəlirlər. Bir dəqiqə gedib oyun üçün yana çatırlar. Bir dəqiqə qaydırırlar. Yavaş belə. Ayxanı da görürəm kənardan, o da hisslənir oyuncularına ki, durun. Amma yəni bunu hakimlər nəzarət eləsinlər. Belə olmaz da yəni. Qapıcı da bir seyr eləyir, yıxılır, travma aldı və yaxud nəsə oldu belə. Ümumiyyətlə, nəyə görə bunlar deyirəm? Yəni, bu bizim heç birimizə fayda verən bir şey deyil də. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq, amma birdən-birə belə deyək ki, yüksəlsən də temp dəyişirdi, belə deyək. Orada oynayırıq ki, burada həm komandanı motivasiya eləmək, həm ümumiyyətcə oyuna hazırlamaq. Baxmayaraq, bugün 4-cü gün idi oynayırdıq oyundan sonra, amma yenə də oyuncularda laf-səvər oyunlarından sonra yorğunçuluq olur. Amma sadəcə biraz oyunun, məsələn, belə deyək ki, rəvan olan oyunda görsən ki, kim nasıl olunaraq oyun belə gedir. Daha çox mübarizə, daha çox da saxlamır, çox da qərmə zərbələri saxlamır. Bəzi var belə hakimlər. Amma ümumən belə gərək bu çempionatı ona uyğunlaşdırmaq lazımdır. Bu da bir əlavə, belə deyək də, bir sistem olmalıdır, belə deyək. Belə oyun ərzində əgər 15 dəqiqə oyun topda olmursa, sadəcə oyuncuların yıxılmasına, vaxt keçirməsinə, nə bilim belə. Hərs məsələn, oyunun tempini qaldırırsan, 1-2 dəqiqə həmən düşdür. 1-2 dəqiqə başlayırsan, komandanın öz cəriməcə sıxmağa, həmən deyəndə oyun. Nəyə görə bunlar deyirəm? Ümumiyyətcə, gələcək üçün ki, oyuncular da istər-istəməz hisslənirlər, istər-istəməz oyundan çıxırlar. Yəni, bu da onlara heç də bir fayda vermir. Amma ümumən belə, dediyim kimi, Ayxan özü kənardan qışqırdı, oyunçular, hətta köməkçi məşqçi də qışqırdı ki, qalx. Oyunçular da başa düşmək olar, amma gərək hakim nəzarət eləsin bunlara. Hakim nəzarət eləsin, ya saxlamasın, ya hər dəqiqə elə həkim gəl. Bir nəfər görmədim, nəsə çıxarıb bir yarıldı birinin burası, nəsə oldu belə, elə çıxırlar, təzən qayıdırlar sprint, sprint. Yəni, demək odur ki, biraz belə belə detallara diqqət arasında daha yaxşı olar. Hər bir halda Ayxana uğurlar arzulayıram. Çox razılaşmışdı oyuna. Yəni, bu onun haqqıdır. Bir xalda bəlkə də udmağa da layiq idi. Belə. Olsa da yəni, mən bu sözləri deyəcəkdim və yaxud udsaydı, biz də udsaydı bunlar deyəcəkdim. Sadəcə
Biraz futboldur, mübarizədir, biraz elə şeylər var ki, elə hər dəfə penaltı siqnal belə yəni saxlamaq biraz yaxşı olmaz. Futboldan kənarda çox danışdım. Oyuna gəldikdə də yenə bir xal gəldi xallarımızın üzərində. Olsun azərkeşlər. Görünür olur ki, çempionat heç də asan deyil. Onları görsən biraz düşünülməyən nəticələr var. Görünür olur ki, son oyunlara kimi yaxşı gərgin çempionat gedəcək. Özür dilerim. Plus 5 gəlir üstünə. Yox, ola bilər yəni, ola bilər deyəndə əgər yəni buna Şamaxı imkan vermədi. Biz istəyirdik, biz cəhd edirdik. Daha çox burada iş Şamaxı müdafiəsinin üzərinə düşür. Daha möhkəm idilər, daha diqqətli oynayırdılar. Amma hər bir halda yəni oyunun sonlarına yaxın daha yaxşı oyun görə bilərdik. Asıl olsun bir dəqiqədə görürdük, sonra dayanırdı. Bir dəqiqədə görürdük, sonra dayanırdı. Bəzən bir dəqiqədə görsən həm ora, həm bura hücumlar oldu. Bu biraz futbola oxşayırdı. Bunun sayı çox olmalıdır. Var olmadı. Belə yaxşı oynadılar müdafiədə. Yox, xeyr. Xeyr. Hə, oynayacaq, oynayacaq. Buyurun. Ola bilər, ola bilər. Ümumiyyətcə belə period olur da, yəni bəzən həmişə istədiyimiz kimi alınmaz və həm də ki bir rəqiblər həmişə deyirəm ki, daha ciddi yanaşırlar bizə. İki də ki komanda belə də həmişə sağlam olmur da. Bəzən görsən bir belə olur, məsələn 10 gün, 15 gün, bir ay yaxşı pik formada olan vaxtı olur, sonra biraz eniş olur, sonra belə. Normal hal, normal halda yəni bu dünya Avropa futbolunda belədir. Amma da istərdim ki, əlbəttə ki, daha da aktiv olar, daha da məhsullar oynayaq. Bakuda və Emin Şəmsiyev icazənizlə artıq biraz UEFA Çempionlar Liqasından bağlı bəzi suallara ünvanlayım. Bəzi suallara deyəndə cəmi bir dənə sual var. Deməli, son zamanlarda müzakirə olunan və insanları maraqlandıran bir sual var ki, eyni zamanda da qeyd edeyim ki, Qarabağın UEFA Çempionlar Liqasının ev oyunlarını təkcə Tofiq Bəhramovda deyil, digər stadionlarda keçirməsi kimi bir məlumatlar var və müzakirə olunur mediada. Ümumiyyətlə, tutaq ki, Tofiq Bəhramov deyil, digər stadionda. Bu, Qarabağın oyununa, Qurban Qurbanovun fəlsəfəsinə, ümumiyyətlə, psixologiyaya necə təsir edə bilər? Tutaq ki, Tofiq Bəhramov deyil, Olimpiya stadionunda. Yəni, bu nəyisə dəyişə bilərmi Qarabağ üçün? Yox, kriteriyalara uyğun bir Olimpiya stadionu var. Digərləri Çempionlar Liqasının oyunu həm azarkeş sayı olaraq başqa elə bir stadion yoxdur. Amma yəni bizim üçün bir komanda olaraq, bir kollektiv olaraq bəlkə Tofikdə oynamaq, Tofiq Bəhramov stadionunda oynamaq daha rahat olar deyim, daha komfort olar. Çünki yüzlərlə oyun oynamışıq orada. Amma bizim olub ki, keçən dəfə biz 17-ci ildə Çempionlar Liqasının qrupuna düşəndə biz elə Olimpiya stadionunda oynamışdıq. Elə yaxşı oyunlar keçirmişdik. Atletika ilə biz bərabərliyə qalmışdıq. Roma ilə səhv yaxşı oyun oynamışıq, 2-1 məğlub olmuşduq, amma oyun keçmişdi. Azarkeşlərin baskısı da var idi, amma yəni, fərqi yoxdur. Sadəcə bu il Olimpiya stadionu meydançası hazır deyil idi. Əgər hazır olsaydı, böyük ehtimal ola bilər ki, orada oynayacaqdı oyunlarımız.
Təşəkkür edirəm. Amma az da olsa üstünlük Toy Bəhrəmov stadionundadır. Bir oyundan sonra məğlub reaksiyanız. Oyundan sonra bununla bağlı Oldu belə normal bir qaydada, sakit bir qaydada. Orada daha çox əsəbləşdim, amma sonradan bu oyunlar elə oyunlardır ki, belə yəni buranın belə deyək də label səviyyəsi başqadır da. Orada istənilən epizod sən görə bilərsən də bu oyunlarda. İstənilən epizod, yəni burada digər oyunlardan fərqli. Bəzən oyunçu özünü düzgün idarə edə bilməz. Bəzən oyunçu çox böyük səhv eləyər. Çünki rəqib səni məcbur eləyir. Və digər tərəfdən də ola bilər həddindən artıq istəkli istəmiş həmin epizodda verməyəndə istər-istəməz, yəni pas götürülməyəndə istərsən biraz oyundan çıxır. Bəzən o top belə deyək də, yəni Elvin tərəfə gəlməyə də bilərdi. Yəni qapıçı onu daha başqa zonaya çıxarmalıydı. Amma hər bir halda mən onları başa düşürəm. Bəli, oyunda olmalıdırlar, bəli, sonraki mübarizə aparmalıdırlar. Bunu da biz dəfələr deyirik. Yəni gərək nə ilənsə belə deyək də, qarşılaşırsan ki, sonra onu təkrar eləməyəsən. O qədər epizodlar var futbolda, o qədər belə səhvlər deyək də var ki, onu görsən, hansısa bir oyunda edirsən, sonra o kənarda qalır, sonra elə təkrarlamırsan, sonra hansısa bir epizod başqasını edirsən. Futbol elə bir oyundur ki, burada düşünülməyən reaksiyalar verirsən də. Mənim özümə deyirsiniz ki, sakitlərim görsəm, bəzən mən də özümdən çıxıram. Yəni, o qədər belə hallar olur. Ona görə o oyunun içinə girəndə, hansı ki, oyunda olanda görsən, biraz bəzən deyək də, ətraf yaddan çıxır, bəzən hansısa bir emosiyanı qoruyub saxlamağın görsən sənə heç özün də fikirləşsən ki, mən bunu etməli deyildim, mən necə oldu ki, bunu etdim. Ona görə elə şeylər var ki, ona görə futbol sevilir. Yəni burada o qədər təkrar olanla düşünülməyən şeylər var ki, ona görə futbol sevilir, futbol tam fərqlidir. Orada sürət, dinamika, mübarizə, çünki 3-5 kişi yox, burada 22 kişi oynayır meydanda. Onların hərəsinin bir ağlı, hərəsinin bir düşüncəsi, hərəsinin bir qabiliyyəti, hərəsinin bir sürəti, mübarizəsi belə. Görsən, onlar sənə hansısa bir nələrdəsə sənə mane olur. Səni özündən çıxarır. Yəni, bugün məsələn deyək ki, heç qurban deyəcəklə hakimlərdən danışın, bugün hakimlərdən danışın məsələn. Bu, bəzən düşünmədik. Oyundan əvvəl mən belə deyək də, oyuna hazırlaşırdım. Hakim baxınca ümumiyyətlə düşünmürdüm məsələn. Gəldi burada məsələn, oyun gedə-gedə bu fikri bildirmək istədim ki, biraz bəlkə qarşıdakı oyunlarda faydası olur. Təkcə bizim də ümumiyyətlə bütün oyunlarda. Yəni, o qədər bərabərliyə qalmış, o qədər biz məğlub olmuşuq ki, çempionatımızda. Ona görə sadəcə biraz o ayaqlaşmaq söhbəti var da, hansı ki, gərək əgər bunu biz eləyə biləriksə, buna güc lazım deyil, buna sürət lazım deyil, buna ağıl lazım deyil. Buna sadəcə biraz diqqətli qoy, oynasınlar, qoy, daha mübarizə olsun, daha dinamik qoy, azarkeşlər daha sürətli futbol görsünlər. Ona görə biraz belə bunu meydanın ağası hakimdir, ona görə deyirəm ki, o gərək onu nəzarətə götürsün. Necə düşünürsünüz? Xarici hakimlərə ehtiyac var mı? Yox. Mən öz hakimlərimiz elə çox gözəldir, öz hakimlərimiz, neçə hakimimiz elə gedib UEFA kuboklarında hakimlik eləyir və bunların sayı inanır daha da çoxalacaq. Sadəcə mən bunu niyə dedim ki, Elvindən sual verdiniz, o məsələn, o səhv yəqin bir təkrar olunmayacaq onda. Bu, məsələn, mənim bu fikrim ona da hansı bir formada və digərlərin də hansı bir formada kömək olacaq ki, buna biraz diqqət ayırsın. Ola bilər, danışırlar, ola bilər, orada Hakimlər Komitəsində, Hakimlər Komitəsinin sədri bunu bildirir onlara, amma bizim bu fikirlərimizi eşidəndə onlar daha ürəkli olacaqlar. Daha qərarlarında belə inamlı olacaqlar ki, başqası deyib və yaxud digər bir məşqçi deyib və yaxud bunu ola bilər oyuncular eşidəcəklər, biraz onlar da başqa bir yanaşacaqlar. Biraz
Başqa hakimlərə ehtiyacımız yoxdur. Elə inanın ki, elə öz hakimlərimiz böyle inkişaf eləsinlər, daha onlar yuxarılara qalxsınlar və inşallah inanıram ki, gedəcəklər də. Çünki bizim hakimlər belə deyək də hakimlik bizim məktəbimiz həmişə yaxşı olub. Yəni bizim Avropada, dünyada elə bizim hakimlərdən 60-cı illərdən bu yana danışırlar. Çox sağ olun. Təşəkkürlər. Sağ olun.